Dəri baxımında bizim gözləntimiz nədən ibarətdir? Bizim avtomobilimizdə hansı növ dəridən istifadə olunur? Dərinin təmizlənməsi və baxımı əslində necə olmalıdır? Avtomobillərdə bugünkü gündə istifadə olunan dəri növü 5 növdür. Nappa dərimiz, təbii dərimiz, alikantar dərimiz, süni dərimiz, bir də plastik tərkibli PVC dediyimiz dərimiz var. Avtomobil yeni belə olsa, yüngül kimyəvi təmizlik ona lazımdır ki, üzərindən vuracağımız hər hansı bir qoruyucu məhsulumuz dəriyə yapışsın və onun elastikliyini bərpa eləsin. Dəri təmizliyi də hal-hazırda PO və MZR məhsulundan biz istifadə edirik. İstisnalarımız var. Məsələn, alikantar dediyimiz əslində mikrofiber tərkibli olan dəri ki var. Bu zaman biz keçirik multi interyer cleaner. Bu mayelər dəriyə birbaşa təmas etməməlidir. Dəri suyu sevmir. MZR və PO-da biz mütləq şəkildə istifadə edirik penik məhsulunu. Penik bizə kömək edir ki, adından da bəlli olduğu kimi bu mayelər köpüyə çevrilsin. Köpüyə çevrildikdən sonra da biz onu tətbiq edəcəyik. At tükündən hazırlanmış xüsusi fırçaya dəri üzərində kimyəvi təmizləmə işi görülür. Kimyəvi təmizləmə işi görüldükdən sonra dərinin səthi silinməlidir və dərinin səthi quru olduqdan sonra orada artıq biz keçirik Lazestar və yaxud da ki Laserlock məhsulundan istifadə edirik. Bizdən bu günlük bu qədər olsun. Hər hansı bir sualınız varsa istənilən sosial şəbəkədən və yaxud da WhatsApp vasitəsilə bizə suallarınızı ünvanlaya bilərsiniz. Mən şəxsən məmnuniyyətlə sizin suallarınıza cavab verməyə çalışacağam. Hər zaman dediyimiz kimi canınız sağ, avtomobiliniz təmiz olsun.